Ve o qab yere düşür ve sınır. O qabın bir parçası Hüseyin radiyallahu anh'un üzerine isabet edir. Ve o parça Hüseyin radiyallahu anh üzünü kesir veya cızır. Hüseyin radiyallahu anh bakır onun üzüne. Biraz qəzəblənir radiyallahu anhu. Ve kadın da hikmətli olur. Deyir ki ey ağam, Allah Kur'an'da deyir ki bolluqda da qıtlıqda da xərcləyənlər, yəni möminlərin sifətindən danışır Allah Teala. Vel kaziminel gayz, qəzəblərini boğanlar. Hüseyin deyir ki radiyallahu anhu, qəzəbimi boğdum sənə qarşı. Kadın deyir ki vel afina anin nas, Allah Teala deyir ki onlar insanları bağışlayarlar. Hüseyin deyir ki radiyallahu anhu, əff elədim səni. Deyir ki kadın, Allah deyir ki vallahu yuhibbul muhsinin, Allah yaxşılıq eləyənləri sevir. Hüseyin deyir ki radiyallahu anhu, get səni Allah üçün azad eləyirəm, rahat yaşa. Əxlaqına baxın, Allah üçün səbir.